Aprelin 10-da Ağcabədi Olimpiya İdman Kompleksində gənclərin vətənpərvərlik tərbiyəsində məktəblilər üçün müstəsna əhəmiyyəti olan Şahin hərbi idman oyununun rayon birinciliyi keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rüfət Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun müdiri Teymur Qasımov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində baş məsul icraçı Rüstəm Xudiyev və digər məsul şəxslər iştirak ediblər. Tədbirin moderatoru, Ağcabədi rayon üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Eldəniz Qəmbərov yarış iştirakçılarını və qonaqları salamladıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğruna canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova və Ağcabədi rayon üzrə Təhsil sektorunun müdiri Teymur Qasımov Şahin hərbi idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində olan əhəmiyyətindən danışaraq belə yarışların vacibliyini qeyd ediblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən rayon birinciliyində 39 tam orta məktəbin komandaları iştirak ediblər. Yekun nəticələrə əsasən Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası 1-ci yerə, Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası 2-ci yerə, Məhəmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülüb. Məlumat üçün bildiririk ki, 1-ci yerə layiq görülən Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası Şahin hərbi idman oyununun zona birinciliyində Ağcabədi rayonunu təmsil edəcək. Qalib komandaya zona birinciliyi yarışında da uğurlar arzu edirik.